NATO-nun bir neçə əsas müttəfiqi Ukraynaya hərbi yardım üçün hər il ümumdaxili məhsulun 0,25%-ni ayırmaq təklifini bloklayıb. Böyük Britaniyanın Telegraf qəzeti yazır ki, Alyansın Ankara sammiti öncəsi irəli sürülən bu təşəbbüs kifayət qədər dəstək qazanmayıb. Mövzunun təfərrüatını Berlindən efirimizə qoşulan xüsusi müxbirimiz Günay Məmmədovadan öyrənəcəyik. Günay, təklifə qarşı çıxan əsas ölkələr hansılardır və səbəb nədir? Eşidəcəyik sizdən bunları. Buyurun. Bəli, NATO daxilində Ukraynaya hərbi yardımların maliyyələşdirməsi ilə bağlı ciddi fikir ayrılıqları yaranıb. Z-Telegraf qəzetinin məlumatına görə Kiyevə hər il ümumi daxili məhsulun 0,25% həcmində minimum yardım göstərilməsi planı rədd edilib. Təklifi bloklayanlar arasında Alyansın aparıcı dövlətləri Böyük Britaniya, Fransa, İtaliya, İspaniya və Kanada var. NATO'nun baş katibi Mark Rutte isə bu həftə etiraf elədi ki, hazırda bu qərarın irəliləməsi üçün kifayət qədər dəstək yoxdur və baş katib bu məsələnin Ankarada keçiriləcək növbəti sammitinin gündəliyinə çıxarılacağını gözləmədiyini bildirmişdi. Qeyd edim ki, Alyansda qərarlar yekdilliklə qəbul olunduğu üçün bu ölkələrin mövqeyi təşəbbüsü tamamilə dayandırıb. Maraqlıdır ki, Böyük Britaniya Ukraynanın ən böyük hərbi donorlarından biridir və ildə təxminən 4 milyard dollar yardım vəd edir. Lakin bu məbləğ belə krallığın ümumi daxili məhsulunun 0,25%-dən aşağıdır. Hesabatda Fransa, İtaliya və İspaniya kimi böyük iqtisadiyyatlar da tənqid olunur. Çünki onlar Polşa, Niderland, Skandinaviya və Baltikiyanı ölkələr kimi kiçik müttəfiqlərlə müqayisədə bu prosesə daha az töhfə verirlər. Kiel İnstitutunun rəsmi statistikası da bunu təsdiqləyir. Baş katib Mark Rutte əvvəllər də bəyan etmişdi ki, Alyans daxilində hərbi yük bərabər paylanmayıb. Bu müzakirələr xüsusilə Birləşmiş Ştatların yeni regional siyasəti fonunda daha da aktuallaşıb. Vaşinqtonun Avropa müttəfiqlərini daha çox maliyyə məsuliyyəti götürməyə məcbur etməsi fonunda NATO daxilində yardım rəqəmləri ətrafında mübahisələr davam edir. Belə mənim çatdıracaqlarım bu qədər. Buyurun, söz sizdə. Təşəkkür edirik Günay, ətraflı məlumat üçün çox sağ olun.